Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri bir məsələyə toxunmaq istəyirəm. Əlbəttə, bir dəfə işarə etmişdim bu məsələyə, amma bu qədər açıq formada bunu danışmamışdıq. Bir hədis oxuyum ilk öncə. Kimin barəsində danışacaq bu günləri? Həzrəti Xədicə salamullah əleyha barəsində. Əlbəttə, bu bəhsləri biz nə üçün edirik? Bu bəhsləri ona görə edirik ki, biraz düşünək ki, nə səbəb oldu bu cür təhriflərə yol verilsin? Nə səbəb oldu Həzrəti Xədicə salamullah əleyha kimi şəxsiyyəti bu qədər, deyək ki, pərdə arxasında saxladılar, gizlətdilər və qoymadılar fəziləti görsənsin. Nələr səbəb oldu? İlk öncə bir hədis oxuyacağam elə Səhih Buxaridən. Görün Həzrəti Xədicə salamullah əleyhanın məqamı Allah yanında necədir? Kitab-ı Mənaqibil Ənsarda 3820-ci hədisdə nəql edir ki, Əbu Hureyrədəndir. Deyir, Həzrəti Peyğəmbərin yanından sallallahu aleyhi və səlləm bir gün Cəbrail əleyhissalam gəldi. Dedi ki, ey Allahın Rəsulü, həzihi Xədicə, bu Xədicədir. Qad ətət ma'aha inəun fihi. Bir dənə qabı gətirəcək, onun içində ola bilsin su olsun filan. Fəidə hiyə ətətkə, o sənin yanıva gələn zaman fəqra aleyhəssalam min Rəbbiha. Rəbbindən salam de ona. Yəni Rəbbi ona salam söyləyir. Və minni və məndən də ona salam söylə. Təsəvvür edirsiniz, Həzrəti Xədicə məqamı o qədər yüksək olub. Allah deyir ki, məndən ona salamdır. Cəbrail deyir ki, məndən də ona salamdır. Və ona bəşarət ver, bəşşirha bi beytin fil cənnə və ona cənnətdə bir evə bəşarət ver ki, orada heç bir əziyyət olmayacaq. İndi bu şəxsiyyəti tanıdıq. Yəni, baxmayaraq ki, çalışıblar Həzrəti Xədicə salamullah əleyhanın fəzilətini gizlətsinlər, müəyyən şəxslər bilirsiniz nə üçün ediblər, amma yenə də o qədər fəziləti çox olub ki, gizlədə bilməyiblər hər şeyi. Əhl-i-Beyt barəsində ümumiyyətlə belədir. Deməli, bir hədis oxuyuram Təbəridən. Cami-ül Bəyan ən təvil ayil Quranda. Bu, bilirsiniz də, Təbəri Buxaridən sonra yaşayan şəxslərdən biridir. Orada gəlir hədis nəql edir. Deyir ki, kişilərdən kamil olanlar çoxdur. Amma xanımlardan yalnız bunlar kamil olub. Kimlər? Məryəm, Asiya, Fironun xanımı Asiya və Xədicə və Fatimə. Ayşə xanımınki adı yoxdur burada. Xədicənin adı var. Çox gözəl. İndi isə gəlirik Səhih Buxariyə. Səhih Buxaridə həmən o hədisi gətiririk. Orada gəlir, eyni ilə həmən hədisdir, həmən ravilərdir. Bizim sualımız budur. Ya bunu Buxari gizlədib, ya da ki, Buxaridən sonra əllər var burada, yəni deyək ki, düşmənçiliklər var, qəsdən çıxarıblar hədisin bu hissəsini. Nədir? Deyir ki, kişilərdən çoxlu insanlar kamil olub, qadınlardan isə yalnız bunlar kamil olub. Kimlər? Məryəm, Asiya, tamam, 2 nəfər. Bəs Həzrət Xədicənin adı nədir? Adı harada? Həmən hədisdir, Əbu Musa Əşəridən nəql olunur. Yəni, raviləri həmən ravilərdir. Nə üçün Həzrət Xədicənin adı burada yoxdur? Ola bilər deyərsiniz ki, bu başqa hədisdir, nə bilim, mümkün deyil. O, başqa yerdə də bunu nəql edir. Əbu Musa Əşəridən yenə də orada Ayşənin fəzilətlərini nəql eləyəndə Buxaridədir, 3769. Bunu oxuyuram, sonra keçərik Müslimə. Müslimdə lap biabırsılıqdır. Gəlib, oturaq, ağlayaq. Deyir ki, kişilərdən kamil olanlar çoxdur, qadınlardan bunlar kamil olublar. Məryəm, Asiya və daha tutardı. Sonra deyir ki, bəli, Ayşənin fəziləti, nə bilim, bozbaşın digər yeməkləri olan fəzilətidir ki, bu barədə də özləri hələ ixtilaf ediblər. Bu fəzilətə dəlilət edir, yoxsa yox. İndi isə gələk Müslimə. Müslimdə lap biabırsılıqdır. Orada deməli, Kitab-ı Fəzail-i Səhabədə Babu Fəzaili Xədicə Ümmül-Müminin. Ümmül-Müminin Xədicənin fəzilətləri. Təsəvvür edin ki, Səhih Müslimdə gəlib bir dənə bab açır. Babın adı budur ki, Xədicə salamullah əleyhanın fəzilətləri. Doğru, çox gözəl. İndi isə gələk 70-ci hədisə baxaq. Yəni,
birinci hədis yox, ikinci. Əlbəttə, babdan baba fərq edir də. Əgər ümumi hədisin nömrəsini desək, 2430, 2431-ə baxaq. Yəni, ikinci fəziləti nəql etmək istəyir. Həmən hədisdir Əbi Musa Əşəridən. Deyir ki, Həzrət Peyğəmbər buyururdu, insanlardan, kişilərdən kamil olanlar çoxdur, qadınlardan bunlar kamil olub. Məryəm, Asiya, tamam. Təsəvvür edirsiniz, bir dənə babı gətirib, Həzrət Xədicənin fəziləti babı. Birinci hədisi heç, ikinci hədisdə Həzrət Xədicənin adı yoxdur. Deməli, məlum olur ki, Müslim bu hədisi gətirəndə məqsədi buydu ki, Xədicənin də adını orada gətirsin. Bəs hanı? Niyə Xədicənin adı yoxdur burada? Həzrət Xədicənin adı. Bu babın adına siz diqqət edin, düşünün biraz. Babın adına diqqət edin, təkid edirik. Həzrət Xədicənin fəzilətləri babı. İkinci hədisə baxın, hədisin nömrəsini dedik, 2431-ci hədis. İkinci hədisdə Həzrət Xədicənin adı yoxdur. Bu necə babdır ki, bir nəfərin fəziləti barəsində danışır, amma onun adı heç orada yoxdur. Məlum olur ki, Müslim gətirmək istəyib bunu. Hətta ola bilər o birinci nüsxədə yazanda bunu gətirib. Amma sonra kimlər çıxarıb bunu? Niyə çıxarıb bunu? Baxın, bunların barəsində düşünün. Həzrət Xədicədən kimlər düşmənçilik etmək istəyir? Təkcə Həzrət Xədicə barəsində deyil, digərləri barəsində də belədir. Elə ona görə də biz görürük ki, Buxari kimi kitabda Əbu Hüreyrədən yüzlərlə hədis nəql olunur və digərlərindən, Əhl-i Beytə düşmənçilik edən nasibilərdən nəql olunur hədislər. Hətta bəziləri təəccüb eləyir, Zəhəbi kimi şəxslər İbn Əsakir ki, kafirdir Buxarinin etiqadına görə, məbnasına görə bu şəxs kafirdir, amma ondan hədis nəql eləyir. Xəvaricdən nəql eləyir, amma İmam Sadiqdən nəql eləmir. Məlumdur ki, burada düşmənçilik var. Ya bu Buxari Müslim tərəfindən həyata keçib, ya da ki, ondan sonra bəzi Əhl-i-Sünnə tərəfindən. İnşallah bunların üzərində diqqətlə düşünün. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.